Miqdə istifadə olunmuş başqa bir sual. Bizə 3 fərqli qüvvə verilir və qüvvələrin ən böyük və ən kiçik qiymətlərinin fərqini soruşursa. Qüvvənin sayından asılı olmayaraq neçə qüvvə verirsə versin. Ən böyük qiymət deyirsə, yəni maksimum qiymət soruşanda mütləq bunları toplayırıq. Qüvvələrimizi topladıq, elədi 13. Ən kiçik qiymət soruşanda nə edirik? Kiçik qiymətdə artıq vəziyyət dəyişir. Yəni, ən kiçik qiyməti 0 ola bilərmi, bilməzmi? Əvvəlcə onu müəyyən eləməliyik. Necə? Götürürük 2 dənə rastgələ. Məsələn, bu 3 qüvvənin ikisini götürürük. Hər hansı ikisini götürə bilərsiniz. Nəticə dəyişməyəcək. Bir dəfə bunları toplayıram. Bir dəfə də çıxıram. Və əgər digər üçüncü qüvvə bu intervalda yerləşirsə, deməli, ən kiçik qiymət 0-a bərabərdir. Baxıram ki, 6 doğrudan da bu aralıqda yerləşir. Deməli, bu qüvvələrin ən kiçik qiyməti də 0-dır. Fərqini dediyi üçün 13-dən də 0-ı çıxırıq, yerdə elə 13-ün özü qalır. Bəs yaxşı, bu intervalda yerləşməzdirsə, onda vəziyyət dəyişərdi.